Hamınızı salamlayıram. Mən Əli. Sizlərlə bugün TradingView haqqında məlumatlar paylaşacağım. Bu haqda məlumatların daha az olduğunu fərqinə vardım Azərbaycan dilində. Demək olar ki, heç bir məlumat yoxdur. İstəyirəm öz dilimizdə də artıq məlumatlar olsun. İnsanlarımız, vətəndaşlarımız bunlar haqqında öz dilimizdə məlumat ala bilsinlər. Beləliklə keçək videoya. TradingView saytına daxil olduqda sizi belə bir səhifə qarşılayacaq. Buraya klikledikdə burada sizi dillər qarşılayacaq. Ən çox istifadə etdiyimiz rus, türk dili və ingilis dili var. Təbii ki, burada məsləhət görürəm ingilis dilində istifadə edəsiniz. Çünki bütün dərslər ingilis dilində olacaq. Aşağı inərək mən sizə burada bir incə nüansı göstərmək istəyirəm. Burada bu proqramın telefon və planşetlər üçün də proqramı var. Əlavə olaraq təbii ki. Bunlar sizə lazım olacaq. İrəlidə mən sizə izah edəcəm. Nəyə görə bunu sizə göstərirəm. Bunları da yükləməyinizi məsləhət görürəm telefonunuza. Əgər kriptovalyuta ilə və ya hansısa bir valyuta ilə məşğul olursunuzsa təbii ki. Ondan sonra Get Started vuraraq biz buradan səhifəmizi açacağıq. Klikləyək. Get Started vurduqda belə bir səhifə sizi qarşılayacaq. Burada gördüyünüz kimi hər zaman pulsuz olacaq deyir. $0 per hour. Ondan sonra qeydiyyatdan keçdiyiniz zaman heç bir kart sizdən tələb olunmayacaq. Onu göstərir burada. Aşağıda göstərildiyi kimi pullu versiyalar da var. Təbii ki, biz bunlardan istifadə eləməyəcəyik. Mən sizə pulsuz versiyalar üzərindən dərs keçəcəm. Elə məsləhət də görürəm, pulsuz versiyasını istifadə edərsiniz. 3 ilə 5 ilə pullu versiya almaq kimi gücünüz olanda artıq pullu versiyasını keçərsiniz. Beləliklə davam edək. Sign up tıklayaraq səhifəmizi açırıq. Buradan əgər Gmailiniz açıqdır, profilinizi aça bilərsiniz. Mən elə eləyəcəm. Profilinizi açın. Birbaşa Gmailinizdən və yaxud mailinizdən heç bir fərqi yoxdur. Məsləhət görürəm ki, Gmail istifadə edəsiniz və parolunu çox yaxşı bir yerlərə yazasınız. Keçid edək səhifəmizə. Profilimizi açandan sonra belə bir səhifə qarşılayacaq bizi. Burada gördüyünüz kimi 30 gün sizə pulsuz verir. Pullu versiyanın pulsuzunu 30 gün sizə pulsuz verir. Əgər istifadə etmək istəsəniz təbii ki. Məsləhət görmürəm heç baş qoşmayın, amma belə bir incə nüans da sizə bildirə bilərəm ki, hər 30 gündən bir yeni bir mail açıb pullu versiyasını pulsuz istifadə edə bilərsiniz, əgər istəsəniz. Ana səhifəyə qayıdaraq buraya istədiyiniz paritetin adını yazıb axtara bilərsiniz. Belə eləyək. Mən sizə Bitcoin üzərindən göstərəcəm. Bitcoin üzərindən göstərim. BTC USDT buraya yazdıqda sizi belə bir səhifə qarşılayacaq. Niyə bu qədər çox BTC USDT var, onu sizə izah edeyim ilk olaraq. Gördüyünüz kimi BTC USDT qarşısında görürsünüz Binance yazılıb birincinin. BTC USDT təkrarən qarşısında yazılıb KuCoin, Bybit, OKX və s. və ilə axır. Bunlar nədir? Binance-ı yəqin tanıyanlarınız var, aranızda tanımayanlar üçün də vurğulayım. Bunlar birjaların adlarıdır. Yəni qısaca olaraq BTC USDT pariteti Binance birjasında olanın chartını sizə açacaq. Artıq buna kliklədikdə. Gördüyünüz kimi vurdum, açdım. Bu ingilis dilində chart gedir. Yəni ki, qrafik, Azərbaycan dilində qrafik. Vurub açanda belə bir qrafik açılır. Gördüyünüz kimi burada 4 saatlıqdır. Qısaca olaraq bunların üzərindən keçim. 4 saatlıq nə deməkdir? Gördüyünüz bu bir şam 4 saatlıqdır. 4 saat ərzində açılıb və bağlanıb. Gördüyünüz bu şam yenə 4 saatlıqdır. Burada istədiyiniz zaman periodlarından istifadə edə bilərsiniz. Qeyd edim ki, saniyələr də var, amma saniyələr artıq pullu versiyasına keçir. Yəni pullu versiyasını almalısınız ki, saniyələrdə izləyə biləsiniz. Beləliklə, qısa yollardan başlayaq sizə danışım. Gördüyünüz kimi burada bir dənə 4 saatlıq var da və əlavə eləmək istəyirsiniz bura hamısını. Məsələn, 1 dəqiqəliyi, 35 dəqiqəliyi və yaxud nə. 1 dəqiqəliyin qarşısına ulduz qoyursunuz, 30 dəqiqəliyin, 15 dəqiqəliyin. Mən istifadə edədiklərimi qoyacağım bura sizə göstərmək üçün. 1 saatlıq, 1 günlük, 1 həftəlik. Qarşısına ulduz qoyduqda gördüyünüz kimi bura gəlib hamısı düşəcək. Day vurduqda gördüyünüz kimi bu şamın biri 1 günlükdür. 1 gün ərzində açılıb, bağlanıb. Açılıb və bağlanıb. Yəni qrafiki gündəlik baxmaq istəyirsinizsə, məsəl üçün bugün alacaqsınız, sabah satmaq istəyirsinizsə. Günlükdə baxırsınız. Və yaxud uzun
zamanda siz alıb satmaq istəyirsiniz. Onun üçün açacaqsınız bir həftəlikdə, bir aylıqda, məsəl üçün 3 aylıqda qrafiklə baxmaq istəyirsiniz, incələmək istəyirsiniz. Mən düşünürəm ki, bu videoya baxanlar təbii ki, bu uzun zaman periodlarını istifadə eləməyəcəklər, çoxsu qısa zaman periodlarında analiz etmək üçün bu videolara baxırlar. Məsləhət görürəm ki, gündəlik mütləq və mütləq əməliyyat açmadan öncə gözdən keçirəsiniz, baxasınız, nə var, nə yox, nə göstərir. Ondan sonra əməliyyata keçəsiniz. Ondan sonra aşağı saat periodlarında baxmağa keçəsiniz. Mövzunu dağıtmadan davam eləyək, mövzumuz bu deyil. Odur ki, bu yan paneldən başlayaq. Mən sizə göstərim nəyin nə olduğunu. 15 dəqiqəliyə keçək. Burada heç bir yatırım tövsiyəsi də edilmir. Onu da qeyd edeyim sizə indidən. Mən sizə keçmişdən göstərəcəm. Bu ox işarəsinə toxunduqda belə bir səhifə açılacaq. Burada Trendline, Ray və s. və ilə axır var. Hamısının adları bir-bir deyib sizi yormayacam. Özünüz görürsünüz qarşısında yazılıb. Bir neçəsini sizə göstərə bilərəm təbii ki. Horizontal line-dan gedək. Məsələn, horizontal nədir? Üstünə tıkladıqda gördüyünüz kimi artıq mavi yanacaq. Qısa yolu isə Alt H düyməsidir. Çıxaraq aça bilərsiniz. Bu məlumatda vermiş olum. Gətirib istədiyiniz yerə toxundurduqda artıq ora bir xətt atacaq. Bu xətti də istədiyiniz rəngini dəyişə bilərsiniz. Rənglər burada. Göstərim sizə. Qalınlığını dəyişə bilərsiniz. Piksellər burada. 4 piksel məsələn çox qalındır. Və ya xətt istəmirsiniz, nöqtə istəyirsiniz. Nöqtə var, burada tre var, burada belə göstərir. Nöqtə var, burada belə göstərir. Piksel az atsanız belə göstərəcək. 2 pikseldən normal göstərəcək. Burada açar şəklinə girdikdə belə bir səhifə açılır. Text. Text nədir? Texti də sizə göstərim. Bu məlumatı da verim. Lazım ola bilər yəqin kamınıza. Məsələn, yazaq TP. Target Price. Yəni qısaldılmışı TP gedir bunun. Bunları da artıq öyrənin ki, sizə irəlici dərslərdə lazım olacaq. Kapsloku söndürüm. Target Price. Yəni ki, istədiyiniz qiymət. Yəni ki, sizin astığınız əməliyyatdakı pulusunuzu götürəcəyiniz yer. Target Price. Stop Loss olacaq. Stop Loss. Qısaca ST yazılır. Stop Loss. Target Price TP deyilir. Stop Loss amma Stop Loss deyilir. Bu işdə terminlər, sözlər falan hamısı ingilisində olduğu üçün ona görə məsləhət görürəm ki, hər şeyi ingilisində öyrənib ingilisində davam edə biləsiniz. Ondan sonra bunu silək buradan. Target Price məsələn, bura bir yazı yazdınız. Bu yazını burada istəmirsiniz. Sağda, solda istəyirsiniz. Buradan altında, yuxarısında istəyirsiniz. Buradan hamısını idarə edə bilərsiniz. Sağa, sola gördüyünüz kimi keçdiniz. Sola, left, right keçdiniz. Sağa, center ortada gəldi, durdu. Bu məlumat belə, okey vurmadığıma görə yaddaşa düşmədi. Ondan sonra burada Fibonacci falan var. Bunlar da dərsini keçəcək. Lazım olan Elliotlar var burada. Burada long position, short position falan filan. Bunları da hamısını göstərəcəm sizə. Burada işarələrdir. Ondan sonra burada yazılar var. Sonra smiley falan var. Artıq maraqlı formaya gətirmək istəsəniz buradan da gətirə bilərsiniz. Xətkeş var. Xətkeş nə işə yarayır? Xətkeşi sizə göstərim. Xətkeşin üzərinə tıklayıb buraya bir daha tıklayıb qaldırıb buraya qoysanız məsəl üçün. Buradan buraya kimi qalxmış olan dəyişikliyin faizini sizə burada göstərəcək. 220, yəni 226 dənə şamlar 2 gün 8 saat 30 dəqiqə ərzində gedib bu dəyişiklik bu nöqtədən bu nöqtəyə kimi. 25% də qiymət qalxıb. Bu məlumat belə. Sonra burada qrafikləri başqa formalarda görə bilərsiniz. Line-da, step-də. Hərdən line istifadə edəcəksə göstərəcəm. Nə üçün lazım olduğunu. Yerini bilin ki, burada da artıq line. Line-a vurduqda artıq qrafik belə olacaq. Şamlarla yox, line-la. Line-da xətlərlə deyək. Xətlərlə olacaq. Bəzi sözlərin Azərbaycanda tərcüməsini bilmədiyim üçün ingilisini istifadə etməyə davam edəcəm. Ona görə düzgün başa düşürüm. Davam eləyək candle'lar üstündən. İndikatorlarımız buradadır. İndikatorlarımız burada. Bunlar mənim qeyd edildiklərimdir. Personal. İndikator istədiyiniz indikator buraya yazıb axtarıb tapa bilərsiniz. Məsəl üçün heç bir şey göstərməyəcəm burada sizə. Bir şey də vurğuluyum. Heç kimin indikatorlarından heç bir əməliyyat açmayın. Heç bir indikator heç bir zaman sizə qiyməti 100% göstərə bilməz. Mütləq xəta payı var hər zaman. Ondan
Ondan sonra keçək alerti sizə göstərim. Alert nədir? Məsələn, belə bir gəzirsiniz burada. Tutaq ki, qiymət buranı qırandan sonra sizə xəbərdarlıq eləməyini istəyirsiniz. Qiyməti burada saxlayırsınız, gəlirsiniz, burada görürsünüz plus düyməsini. Plus düyməsinə basıb tıklayaraq, burada deyirsiniz, mənə xəbər verin. Ya alış xəbəri, ya satış xəbəri, ya da xəbər. Xəbər verməyə mən daha çox istifadə edirəm. Siz də elə bunu istifadə edin. Baxın necə sizə rahatdırsa ilə də davam edin. Xəbər vurdunuz belə. Gördüyünüz kimi indi bura bir xətt atacaq, atdı artıq. Qiymət buraya gəlsə, bizə bir sadə bir siqnal verəcək. Bunu belə eləyə bilərsiniz. Burada kompüterdə analizinizi eləyib bu siqnalınızı ata bilərsiniz. Eyni profilinizi telefonda yüklədiyiniz proqramda da aça bilərsiniz. Burada qoyduğunuz siqnal telefonda sizə xəbər eləyəcək. Burada xırda bir sir, əlavə bir hansısa başqa bir qrafika baxmaq istəyirsiniz. Buraya toxunaraq bunu açırsınız. Bunu silib buradan başqa pariteti axtarmaq istəyirsiniz. Buradan axtara bilərsiniz. Dediyim kimi buraya tıklayaraq bu səhifəni açırsınız. Məsələn, Ethereum USDT paritetini açmaq istəyirsiniz. Vurursunuz. Binance-da açmaq istəyirsiniz. Buna vurursunuz. Bunları artıq dedim. Ondan sonra vurdunuz, belə açdınız. İndi keçək sizə sağ tərəf paneli göstərim sizə. Buranı vurub açdıqda ola bilsin ki, sizdə burada başqa bir şeylər yazılsın. Burada artıq mən qeyd elədiyim coinlərdir. Siz özünüzə görə buranı yığa bilərsiniz. Bir şey də qeyd edeyim ki, əgər pulsuz versən istifadə edirsinizsə, 30 ədəd paritet buraya yerləşdirə bilərsiniz. Ondan artıq olmur. Buraya nəyəsə əlavə eləmək istəyirsinizsə, hansısa pariteti əlavə eləmək istəyirsinizsə, artıq buradan yox, buradan əlavə eləməlisiniz. Gördüyünüz bu plus düyməsindən. Belə mən bunu silim, buradan əlavə eləyim təzədən. Rup USDT. Mən istifadə edəcəm Bitget'dən və Futures tərəfində. Bunları da göstərəcəm sizə. Qarşısına plus qoydu da artıq gəlib düşəcək bura gördüyünüz kimi. Aşağı gəlib düşdü. Burada astınız. Onu da qeyd edeyim sizə. Deyək ki, belə bir girdiniz, belə bir qarışıq, belə bir şey qarşıladı. Siz görmürsünüz nədirsə, düzəldə bilmirsiniz. Bu boşluğa 2 dəfə arxaya klik elədikdə artıq hər şey normala dönür. Mouse'un orta düyməsindən də geriyə çəkib qabağa edə bilərsiniz. Eynilə də burada da geriyə çəkib qabağa edə bilərsiniz. Sonra sizə nə göstərim? Sonra sizə bunu göstərim. Buradakı alətləri hər dəfə girib buradan axtarmaq istəmirsinizsə, qarşısına ulduz qoyaraq burada belə bir panel artıra bilərsiniz, yarada bilərsiniz. Mən istifadə edildiklərimi yığım. Horizontal line, ray, məsəl üçün Fibonacci, trend Fibonacci, long position, date and price range. Bunlar bir ikisini sizə göstərim. Beləliyə başqa coinə keçək, biraz keçmişə qayıdaq. Mən sizə burada göstərim. Artıq gördüyünüz kimi mən bunu gedib artıq buradan axtarmayacağım. Artıq burada var. Buradan götürdüm. Ürəyim istəyən yerə qoydum. İşimi görməyə davam elədim. Price range sizə göstərim. Price range nədir? Price range budur ki, qiymətin buradan bura kimi nə qədər qalxdığını və nə qədər müddət keçdiyini bilmək istəyirsinizsə burada göstərir. Hansı ki bu xəttkeş kimi funksiyanı yerinə yetirir. Sadəcə xəttkeşi qoydunuz, artıq bir dəfə boşluğa klik elədiniz, xəttkeş ekrandan itir. Bunu hara qoysanız orada da qalır. Gördüyünüz kimi buradan buraya kimi 118% qiymət dəyişikliyi olub. Volum, yəni həcm 94 milyon dollar olub. 73 gün ərzində olub. Güncəliyi də göstərir burada. Ondan sonra elə belə qeyd elədim. Qıfıl nədir? Qıfıl da sizə qeyd edeyim. Qıfılı vurduqda artıq bu atdığımız xətti tərpədə bilməyəcəyik gördüyünüz kimi. Yerindən tərpənmir. Hər şey gedib gəlir, amma xətt tərpənmir. Qıfılı açdıqda hara istəyirsiniz yenidən götürüb qoya bilərsiniz. Dərsimiz bu qədər. Əlavə sualınız olursa kommentlərdə bildirərsiniz. Kömək eləməyə çalışaram. Çalışdığım qədər sizə daha çox ətraflı məlumatlar verəcəm bu işlə bağlı. Bundan sonra da videoların davamı gələcək.
Davamlılığı üçün zəhmət olmasa videonu paylaşın, bəyənin və komment yazın. Təşəkkürlər hər birinizə, görüşənədək.